Salam əziz müəllimlər və şagirdlər. Bugünkü video izahda sizə 22 fevral tarixində OTK-nın keçirdiyi 9-cu siniflərə aid olan sınavın izahına baxacağıq. Siz də bu cür dərs videolarının izahının gəlməyini istəyirsinizsə, kanalımıza abunə olub, bəyənib, paylaşmağı, rəy yazmağı yaddan çıxarmayın. Birinci dil qaydasına baxaq, daha sonra mətnlərə baxacağıq. Baxaq testlərin izahına. Hansı nömrədəki bütün sözlər eyni nitq hissəsinə aiddir? Baxaq, rayon isimdir, amma savadlı sifətdir deyə burada olmaz. Bu elə əvəzlikdir, fikir isimdir, burada da olmaz. Ona elə gəldi ki, ilə bağlayıcıdır, ona əvəzlikdir, burada da olmaz. Eyni nitq hissəsi olsun hamısı, bizə əsas köməkçi demir. Siz bizim də gələcəyimiz üçün vuruşursunuz. Dadə bağlayıcıdır, siz əvəzlikdir, olmaz. Niyə sual əvəzliyidir, sən şəxs əvəzliyidir, elə sən işarə əvəzliyidir, mən şəxs əvəzliyidir, belə də işarə əvəzliyidir, hamısı əvəzlikdir, cavab E variantı. Hansı cümlədə köməkçi nitq hissəsi yoxdur? Yoldaşlarım evə qədər qoşmadır. Çörəyi dizinin üstündə olanlarla la qoşmadır. Ay insafsız, ay çağırış nidasıdır. Onun əvvəl dediklərinin hamısı doğrudur. Əvvəl burada zərfdir, qoşma deyil. Doğru sifətdir, hamı əvəzlikdir. Düzü vergül var və modal sözdür. Cavab burada D variantı. Baxaq 3-ə. Hansı cümlədə əvvəlsindən sonra vergin qoyulması doğrudur? Döyüşdə heç kəs şübhəsiz dostunu darda qoymaq istəməz. Şübhəsiz modal sözdür və vergülün qoyulması burada modal sözə görədir. Problem yoxdur. Cavab A variantıdır. Hərçənd mən ona heç nə demədim. Ancaq o məndən küsmüşdür. O'dan sonra vergül olmaz. Çünki əvəzlik gəlibdir. O qız məktəbimizə ən fəal şagirddir. Burada o işarə əvəzli, yəni təyin vəzifəsində deyə vergül olmaz. Hamıdan sonra niyə vergül qoyulsun ki? Hamı sənin etdiyi səhvinə görə qınadı. Bu da mənim halımdan xəbərsiz kimi danışırdı. Köməkçi nitq hissəsi dadə gəlsə vergül qoyulmaz. 3-də A variantı. Hansı nümunədə eyni səs, məsəl üçün D-lar, məsəl üçün də indi müxtəlif hərflərlə, bir D ilə bir T ilə ifadə olunsun. Yəni, eyni səs müxtəlif hərflərlə ifadə olunsun, amma belə bir şey olmasın, rast gəlinmir. Üstə gəl, T D-ya keçir. Təmizlik, L da D-ya keçir. Görürsünüz, eyni səslər biri T ilə, biri L ilə ifadə olunur. Mürəkkəb, K G-ya keçir. Gülüstan, elə G da yerindədir. Görürsünüz, eyni səslər biri K, biri G ilə ifadə olunur, müxtəlif hərflərlə. Virusdur, L D-ya keçir. Vərdiş D da yerindədir. Görürsünüz, eyni səslər biri L ilə, biri D ilə ifadə olunub. Zövq Q-ya keçir. Vulkan ilə Q yerindədir. Bu da müxtəlif hərflərlə. Şirkət T olduğu kimi yerindədir. Sistem T D-ya keçir. Burada da görürsünüz, müxtəlif səslər eyni hərflə ifadə olunub. Yeri dəyişikdir də. Ona görə cavab burada B variantı. 5-ci sual. Hansı nömrədə cümlə özvlərinin arasında tabesizlik əlaqəsi var? Tabesizlik əlaqəsi harada olurdu? Həmcins üzvlər və tabesiz mürəkkəb cümlələr arasında. Yəni, bizə cümlə özvləri arasında deyilir. Yəqin ki, həmcins üzvlər istəyir bizdən. Ay mənim dəcəl və qoçaq oğlum. Xitabın tərkibindədir. Təbii ki, girəcəyik. Burada cümlə özvü yoxdur. Dağa da, daşa da baxanda gözümdə vətənin bölünməz obrazı yaranır. Nə vaxt, nə zaman dağa, daşa baxanda tərkibin içində deyə olmaz. Dağlarda buz əriyir, çaylar aşıb daşır. Aşıb daşır, buz əriyir. Burada tabesiz çaylar aşıb daşır. Tabesiz mürəkkəb cümlədir deyə bu cümlələr arasında tabesiz əlaqəsi var. Cümlə üzvləri yox. Daş binada qalan insanlar istilik dərdini çox çəkirlər. Burada yox təmcinslik. Onun üzündə biganə və laqeyd bir ifadə var idi. Var nə? İfadə, necə ifadə? Laqeyd və biganə həmcins təyinlər. Cavab E variantı. Hansı nömrədə bir-biri ilə antonim olan sözlər işlənmişdir? Dumanla çən olmaz. Yetişən kal, yetişən fe'l sifəti, kal sifətli eyni nitq hissəsi olmalıdır. Antonim müxtəlif nitq hissəsi olmur. Sərinlik, soyuqluq, bu da sinonim ola bilər, antonim yox. Bərk, yumşaq. Cavab D-dir. Duzlu, duzsuz, eyni köklü sözlər antonim olmur. Hansı nömrədə ümumiləşdirici söz həmcins üzvlər ifadə var? Həmcins üzvlər. Burada üzvlərin ifadə vasitələri eyni nitq hissəsinə aid deyil. Baxaq. Deyir, ümumiləşdirici sözlə həmcins üzvlərin ifadə vasitəsi eyni nitq hissəsinə aid deyil.
çalışanları, oxuyanları, qısası fərqlənənləri mükafatlandıran. Fe'l sifətdə çalışanları, oxuyanları tamamlıqdır, həmcins tamamlıqdır. Ümumiləşdirici söz də həmcins üzvlərin ifadə vasitəsi eyni qısası aid deyil. Qısası fərqlənənləri görsə bura fe'l sifətdir, eyni qısasdır. Daha sonra dostlarımız Tural və İlhamə alma yığmağa getdilər. Burada alma yığmağa dostlarımız da isimdir. Tural və İlhamə də isimdir. Bura getdi. Baxaq C variantına. Nərgiz, Təranə, Həcər isimdir. Bir sözə hamımız. Hamımız burada ümumiləşdirici sözdür, amma əvəzlikdir. Yəni eyni qısasına aid deyil, cavab C-dir. Uşaqları isim, Laləni, Bənövşəni, Türkanı, bu da isimdir. Cavab bu da düz, yəni götürməyəcəyik. Biz əvəzlikdir. O və mən, bu da əvəzlikdir. Yəni ümumiləşdirici söz də əvəzlikdir. Həmcins üzvlər də əvəzlikdir. Bu da olmaz. Cavab burada 7-də C variantı. 8-ə baxaq. Hansı nömrədə biçili samit samitdən səhv istifadə edilir? Aha. Çayın mənbəyi olmalıdır. Mənbəsi yox. Mənbədir, məlafidir, mövqedir, talidir, mənşədir. Bunlarda sı əvəzinə y gəlir. Mənşəyi düzdür, onun suyu düzdür, mövqeyi düzdür, vərəqi ümumiyyətlə burada bitişirici samit yoxdur. 8-də A variantı. Tamamlıq feili birləşmə ifadə olunan nümunə. Gözünün yaşını gizlincə silirdi. Nəyi gözünün yaşını? Bu ismi birləşmədir. Çantasını da götürüb otağın yeyin addımlara tərk etdi. Burada ümumiyyətlə yoxdur fe'li sifət. Çiçəklərlə bəzədilmiş eyvan küçədən keçənləri heyran edirdi. Heyran edirdi. Nə? Eyvan. Hansı eyvan? Küçədə bəzədilmiş, çiçəklərlə bəzədilmiş. Küçədən keçənləri, bu da tamamlıqdır. Azərbaycan dilini bilmək hamımızın borcudur. Burada da hamımızın borcudur. Nə? Azərbaycan dilini bilmək tamamlıq yoxdur. Darvazdan girəndə həyətdə uzanmış iti görmədim. Görmədim nəyi iti? Hansı iti? Həyətdə uzanmış. Bu da təyindir. Cavab burada oldu. C variantı. Baxaq 10-cu suala. Hansı sözün yarandığı nitq hissəsi digərlərindən fərqlənir? Birdən, birgə, birgəlik. Birgə sözü birgə sifətindən götürülür. Birgə zərfindən götürülüb. Birdən, birincilik yəni fərqlidir. Bax, birdən birləşmək, birdən birlik, birləşmək, birincilik. Hamısı bir sayından düzəlib. Amma bir dənə A variantı birgə zərfindən düzəlib də. Cavab elə onda A variantı.